Ağdam şəhərində 1268 mənzil köç üçün hazırdır. Bunu bugün Ağdamda, Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktoru Leysan Məmmədov media nümayəndələrinə müsahibəsi zamanı bildirib. Leysan Məmmədov qeyd edib ki, Ağdamda aparılan geniş tikinti və yenidən qurma proseslərinin tərkib hissəsi olan ikinci yaşayış kompleksi hazırda mərhələli şəkildə inşa edilir. Bildiyiniz kimi, bu kompleksin təməli 2023-cü ilin 2 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Kompleksdə tikilən mənzillərin ümumi sayısı 96 min kvadrat metrdən çoxdur. Kompleksdə inşa edilən mənzillərin sayı ümumilikdə 1268-dir və bunlar müxtəlif planlaşdırma ilə həyata keçirilir. Burada 114 ədəd bir otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı və 154 ədəd 4 otaqlı mənzil olacaq. Sakinlərin evlərə qayıdış prosesi də mərhələli şəkildə həyata keçiriləcək. Köçürülmənin yaxın zamanda baş tutması və 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır. Həmçinin layihədə yalnız yaşayış sahələri deyil, həm də sosial və ictimai infrastruktur nəzərdə tutulub. Hazırda qazanxana kompleksi tikili və yaxın günlərdə istifadəyə veriləcək. Eyni zamanda transformator məntəqəsi 4 kilometrdən çox yollar və kommunikasiya və digər qurğular da istifadəyə veriləcək deyə Leysan Məmmədov bildirib.